Qastezofageal reflüks xəstəliyi dediyimiz kimi hər kəsdə görülə bilən bir şeydir. Əlamətləri pirozis və regurgitasiya, yəni yeməyin dadının ağza qayıtması və döş sümüyü arxasına yanma, göynəmə, qıcqırma kimidir. Əsas əlamətləri bunlardır. Ümumiyyətlə reflüks mədə möhtəviyyatının geriyə qayıtması nəticəsində yaranan simptomlar və xəstənin həyat şəraitinin pozulması ilə özünü büruzə verir. Tipik və atipik əlamətləri var. Tipik sadaladığımız qıcqırma, yanma, göynəmə və yeməyin dadının ağza qayıtmasıdır. Atipik təkrarlayan faringitlər, asma, quru öskürək, qulaq ağrısı, hətta döş qəfəsi ağrısı kimi atipik əlamətləri də var ki, uzun illər xəstə öskürəyin səbəbini araşdırır, tapa bilmir, nəticədə reflüksə bağlıdır. Quru öskürək, təkrarlayan öskürək, asma tərzində öskürək, sonra təkrarlayan faringitin səbəbi altda reflüks çıxır. Eyni zamanda döş qəfəsinin arxasında ağrı var. Dərindən müayinə elədikdə altda yatan səbəb reflüksdür.